Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Təcilli, çox təcilli mən sizə bir şey göstərəcəm, bir ailə göstərəcəm. Allah xatirinə deyirəm, Allahını sevən bir dənə baxsın zəhmət olmasa. Bir dənə bu evə baxın zəhmət olmasa. Bir dənə bu evə baxın. Burada Sübhanallah bir ailə var ki, burada yaşamağa çalışır. Vallahi ki, indiyə qədər gördüm ailələrin içində ən çətin şəraitdə yaşayanlardır. Baxın bir dənə belə göstərim inşallah, baxın. Bu evin girişidir. Ev demək olarsa burası. Sübhanallah, Sübhanallah. Bir dənə körpə bala var burada, bəllaca. Heç qırxı bitməyibdi. Abdul balamızla burada ailə yaşayır. Mən içərini göstərəcəm. Mən inanın ki, çox çətin bunu mənə çəkmək çox çətindir. Bura yəni ev kimi bir şeydir, Sübhanallah. Baxın, Allah xatirinə buna baxanlar, çox xahiş edirəm, Allah xatirinə baxın. Bacaran köməklik eləyin, kart hesabı da videonun üstündə olacaq. TikTok səhifəmizdə daxilin orada da olacaq inşallah ki, baxın. Sübhanallah, bura nə gündədir, Kulenkadan deyər yer. Gördünüz bu palas, yəni xalçalar, baxın. Bura baxın. Torpağın üstündədir, baxın. Həşəratlar var, Sübhanallah, baxın. Yəni burada yaşayırlar. Değerli qanalar, qardaşlar, bacılarımız, Allah üçün xahiş edirəm, dəstək olun. Baxın, belə də göstərim. Burada digər otaqdır. Yəni otaq demək olarsa burada 5 nəfərlik ailə qalır da, 5 nəfərlik. Taxta palçıq deyil, palçıq, Sübhanallah, palçıq. Baxın, belə göstərim, bu xalçalar. Yəni belə göstərim. Baxın, linoleumdur. Altı palçıqdır, beton da deyil ha, altı palçıqdır. Baxın. Sübhanallah, baxın. Sübhanallah, Allah üçün yalvarıram sizə. Bu ailəyə kömək edin, ünvan da veriləcək. Uzaqda olanlar, kart hesabı və videonun üstündə də var. TikTok səhifəmizdə də var. Sübhanallah. Baxın, evin içinə yağış yağır, dəyərli izləyicilərimiz, analarımız, bacılarımız, qardaşlarımız. Bax, palçıqdır da, bildiyiniz palçıqdır, baxın. Bu bildiyiniz palçıqdır, sarı palçıq. Həyətdə bir dənə nəvəs kimi bir şey, əsas burada otururlar. Bir də balaca balamız adı Abduldur, Abdul. Allah onun ömrünə bərəkət versin. Evin vəziyyətini gördünüz. Nə qədər produkt, ərzaq gətirsək də, nə qədər əşya gətirsək də, bu evin vəziyyətini dəyişə bilməz. Və əminəm ki, bu videonu izləyən qardaşlarımız əlindən gələni eləyəcək. Və çalışacağım ki, ən az heç olmasa 2 otaqlıda daşdan bir şey tikək ki, bu körpə Abdul balamızdır, bu 5 nəfərlik ailədə anamız, bacımız bir isti yerə yaşasınlar, yağış dəmə yerə yaşasınlar. Çox xahiş edirəm Allah üçün. Mən indiyə kimi bu xahişi heç vaxt eləməmişəm. Sadəcə çəkmişəm, paylaşmışam, dəstək olmuş. Bir dəfə Allah üçün sizə yalvarıram ki, əlinizdən gələni eləyin. Vallahi billahi sizin göndərəcəyiniz 1 manat sizin malınızı azaltmayacaq. Əksinə çoxaldacaq. Hamınızdan dəstək gözləyirəm.